Hər birinizi xoş gördük. Bugün mən sizlərə deməli köhnə koddan çıxıb yeni koda necə daxil olacağıq. Deməli proqrama daxil oluruq. Burada görürsüz çıxma işarəsi var. Baxın, burada görürsüz çıxmaq işarəsi var. Baxın, bu çıxmaq işarəsini vururuq və burada sistemə daxil ol var. Baxın, bura daxil ol var. Daxil ola girdik və burada biz, məsəl üçün, yeni kodumuzu, misal üçün, yazırıq. Yeni kodumuzu yazırıq. Və sistemə daxil olduq. Gördünüzmü? Deməli, burada məhsullar bölməsi var, aşağıda. Məhsullar bölməsinə daxil oluruq və burada gördüyünüz bütün məhsullar var. Məsələn, kataloqumuzun yeni məhsulları. Yeni məhsullar yazılan yerə daxil oluruq. Yeni məhsullar yazılan yerə. Baxın, giririk bura, görürsünüz, burada yeni məhsullar var. Yeni məhsullardan istədiyimizi, məsəl üçün, səbətə ata bilirik. Baxın, burada əgər biz hansısa bir məhsul səbətə atmaq istəyiriksə, məhsulun, bax, burada səbət işarəsi var. Səbət işarəsinə vururuq, atırıq səbətə və bunun üstünə daxil oluruq. Məsələn, bəzən biz məhsul haqqında öyrənmək istəyirik, düşürük aşağı. Məsələn, məhsul haqqında, baxın, burada oxuyuruq məhsul haqqında, hamısını rahat şəkildə özünüz proqramdan oxuyursunuz məhsul haqqında, sonra tərkibini oxuyursunuz və bir də necə tətbiq eləməli, məsəl üçün, onu oxuyuruq. Yəni, hər bir məhsul buradan girib baxılır. İstədiyim məhsul, qulluq vasitələrdən. Girirsiniz buradan, bütün məhsullara vurursunuz. Məsələn, girdiniz bura, məsələn, şampundur. Tam ki, şampun vururuq. Bayzam, ikisi birində bayzam şampun. Şampunu vururuq və biz bunu burada, məsələn, məhsul haqqında baxarıq. Görürsünüz, saçları neyinir, baş dərisini zərif şəkildə təmizləyir, telləri ehtiyatla kondisionerləyir, saçları daha hama və parlaq edir. Mütləq hamısın. Baxın, yeni bir məhsulumuz var, spreydir. Görürsünüz, məsələn, spreydir. Hal-hazırda ambarda bitib. Ambarımızda yoxdur deyə, amma yeni məhsulumuzdur, saç tökülməsinə qarşıdır. Bu da saçların dibinə vurulur. Çox qəşəng bir məhsulumuzdur. Bu da adi, məsələn, saç maskasıdır. Məhsul haqqında. Buradan oxuyuruq, görürsünüz, məhsul haqqında oxuyuruq və düşürük, məsəl üçün, necə tətbiq eləməli. Hamısı, istifadə qaydası, tərkibi, hər bir şeyi buradan yazır. Baxın, buradan girir, biz məhsullar haqqında hər bir şey öyrənib, səbətə ata bilirik. Məsələn, sağlamlıq bölməsinə giririk buradan. Bütün məhsulları vuranda sağlamlığa aid nə qədər vasitələr var, hamısı gəlir. Ondan sonra yenə məhsullar bölməsinə biz daxil olduq. Və burada məsələn, uşağa aid məhsullar, uşağa aid nəsə baxmaq istəyiriksə, uşaqlar olan bölməyə daxil oluruq. Bütün məhsulları vururuq. Baxın, buradan. Uşaqlara aid, evə aid, bax, hər bir şey bax buradan, məsəl üçün, biz baxa bilərik və yenə dedim, tərkibində rahat şəkildə oxuyub istifadəsinin, qaydasının hamısını öyrənə bilirik. Sistemdən hər şeyə baxa bilirik. Bu qədər.